Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Sertifikasiya müsahibə mərhələsində artıq iştirak etmiş və nəticə əldə etmiş müəllimlərimizi təbrik edirəm. Nəticənizdən asılı olmayaraq hər birinizi təbrik edir və fəaliyyətində uğurlar arzu edirik. Qarşıdakı günlərdə müsahibə mərhələsində iştirak edəcək müəllimlərimizə də uğurlar diləyirəm. İnanıram ki, hər biriniz yüksək nəticə əldə edəcəksiniz. Bugünkü izahımız isə 4 səviyyə üzrə şagirdlərə konstruktiv rəyin verilməsi ilə bağlıdır. Sizlərin istəyinə, çoxsaylı müraciətinə əsasən bu mövzuda izah çəkirəm ki, müəllimlər müraciət edirlər ki, biz 4 səviyyə üzrə şagirdlərə necə konstruktiv rəy verə bilərik? Ümumiyyətlə, şagirdin gündəliyinə qiymətləndirmə meyarı yazılmalıdır, yoxsa rəy yazılmalıdır? Əvvəl biz qeyd edirdik ki, alt standartdan dərsin məqsədini çıxarırıq. Dərsin məqsədinə əsasən qiymətləndirmə meyarı müəyyən edirik. Qiymətləndirmə meyarlarını isə 4 səviyyə üzrə uyğunlaşdırıb şagirdin gündəliyinə yazırıq. Sonuncu qəbul edən qayda isə budur ki, qiymətləndirmə meyarını səviyyə üzrə olduğu kimi şagirdin gündəliyinə yazmaq doğru deyil. Mütləq qiymətləndirmə meyarına əsasən şagirdə konstruktiv rəy verməliyik. Konstruktiv rəy nədir? Bu haqda qısa məlumat vermək istəyirəm. Ümumiyyətlə, formativ qiymətləndirmənin əsas məqsədi şagirdi irəliyə aparmaqdır, qoyulmuş məqsədə çatdırmaqdır, şagirdi summativə hazırlamaqdır, yəni gələcəyə yönəlikdir. Və təbii ki, burada da şagird müəllim arasında qurulan əks əlaqə, yəni rəyin verilməsi önəmlidir. Biz şagirdlərə elə bir rəy verməliyik ki, şagirdi inkişafa doğru aparsın. Konstruktiv rəy gələcəyə yönəlik rəydir. Destruktiv rəy keçmişə yönəlik rəydir. Destruktiv rəy qəbul edilməzdir, zədələyici rəydir. Keçmişə yönəlik rəylə gələcəyə yönəlik rəyin fərqi nədir? Əgər siz şagirdin sadəcə səhvlərini deyirsinizsə, çatışmazlığını deyirsinizsə, bu keçmişə yönəlik rəy olur. İstiqamət vermirsinizsə ki, bu çətinliyi necə aradan qaldıra bilər, bu keçmişə yönəlik rəy olur. Yox, siz şagirdin çatışmazlıqları ilə yanaşı ona istiqamət də verirsinizsə ki, bu çatışmazlıqları, bu çətinlikləri, bu səhvləri necə aradan qaldıra bilər, bu artıq olur gələcəyə yönəlik rəy. Qətiyyən şagirdin emosiyalarına yönəlik rəy vermək olmaz. Afərin, sən çox ağıllısan, sən hamıdan seçilirsən, sən fərqlisən, sən daha bacarıqlısan, bu şəkildə rəy vermək olmaz. Şagirdin idraki fəaliyyətinə yönəlik biz rəy verməliyik. Şagird nə iş görüb? Tapşırığı hansı şəkildə yerinə yetirib? Buna yönəlik rəy verməliyik. Tapşırıq zamanı anlayışları düzgün təhlil etməyini yüksək dəyərləndirirəm. Yəni, bu olur idraki fəaliyyətə yönəlik rəy. Ümumiyyətlə, rəy spesifik olmalıdır, dəqiq olmalıdır. Ümumi şəkildə rəy vermək doğru deyil. Məsələn, afərin, yaxşı işləmisən. Nəyi yaxşı işləyib şagird? Dəqiqliklə biz rəy verməliyik. O detalları qeyd etməliyik ki, şagirdə aydın olsun. Və yaxud da hələ ki, lazımı səviyyədə deyilsən. Nələr, məsəl üçün, tam şəkildə formalaşmayıb şagirddə? Lazımı səviyyədə olmaması nədən qaynaqlanır? Bu detalları biz aspektli şəkildə vurğulamalıyıq. Yəni, tam, dəqiq şəkildə bütün aspektləri vurğulamaqla şagirdə rəy verməliyik. Ümumi rəy qəbul edilməzdir. Şagirdə tam aydın olmalıdır. Rəy vaxtında verilməlidir, zamanında verilməlidir. Məsələn, bugünkü dərslə bağlı rəyinizi bugünkü dərsdə verməlisiniz. Artıq bugünkü dərsin rəyini sabahki dərsdə verə bilməzsiniz. Həmçində rəyi biz şagirdlərə həssaslıqla çatdırmalıyıq. Yəni, şagirdin özünə inamını zədələməməliyik. Bəzən müəllimlər baxırsan ki, ancaq şagirdin səhvlərini qeyd edirlər, çatışmazlığını qeyd edirlər. Bu şagirdin özünə inamını təbii ki, azaldır. Ümumiyyətlə, yadda saxlayaq ki, İnkişafında indiyənə qədər heç bir müsbəti olmayan şagirdə belə biz motive edici rəy verməliyik. Qətiyyən onu həvəsdən salmamalıyıq. Və bir daha qeyd edirəm, rəyin verilməsində əsas məsələ mütləq şagirdə doğru istiqamət vermək lazımdır. Rəy yazılı şəkildə də verilə bilər, həmçində şifahi şəkildə də verilə bilər. Rəy şagirdi ruhdan salmamalıdır. Əksinə ona istiqamət göstərməlidir. Növbəti dəfə daha yaxşı nəticə əldə etməsinə kömək etməlidir. Ekranda hal-hazırda riyaziyyat fənninin qiymətləndirmə meyarlarını 4 səviyyə üzrə görürük. Burada indi diqqət edəcək görək bu 4 səviyyə üzrə qiymətləndirmə meyarına əsasən müəllim necə rəy verə bilər? Bilirsiniz ki, şagirdləri 4 səviyyə üzrə qiymətləndiririk. Birinci, ikinci səviyyə əsasən çətinlik olan şagirdlərdir, zəif şagirdlərdir. Üçüncü səviyyə bacarır, amma kiçik səhvləri olur, tam şəkildə hələ bacara bilmir. Dördüncü səviyyə isə artıq mükəmməl formada çətin tapşırıqlara tətbiq edərək bacaran şagirdlərdir. Bu 4 səviyyə üzrə qiymətləndirmə meyarına əsasən biz şagirdə necə konstruktiv rəy verə bilərik? Gəlin baxaq müəllimlər. Birinci səviyyə qeyd olunur ki, 2 dəyişənli xətti tərnikçilər sistemini əvəz etmə üsulu ilə həll edərkən çətinlik çəkir. Yəni, çətinlik çəkir şəklində şagirdin gündəliyinə yazsaq,
Bunlar destruktiv rəy. Çünki şagirdə istiqamət vermədik. Sadəcə onun çatışmazlığını qeyd etdik. Mütləq istiqamət vermək lazımdır şagirdə. Birinci səviyyə birdən-birə dördüncü səviyyəyə qalxa bilməz. Yəni şagirdi biz addım-addım inkişaf elətdirməliyik. Nəyə diqqət yetirməlidir? Həll etməyə çalışırsan, amma çətinlik çəkirsən. Sadə misallar üzərində tətbiq edərək, sadə misallarla məşq edərək addım-addım öyrənə bilərsən. Yəni şagirdə bu şəkildə rəy verə bilərik. Qeyd edim ki, rəyimiz şifahi də ola bilər, həmçində yazılı da ola bilər. İkinci səviyyəyə diqqət edək. İki dəyişənli xətti tənliklər sistemini əvəz etmək üsulu ilə həll edir, lakin kəsr ifadələr iştirak edən tənliklər sistemini çətinliklə həll edir. Ümumilikdə həll edirsən, amma kəsirlərdə çətinlik yaranır. Kəsirlərlə sadələşdirməyə diqqət etsən, daha rahat həll edəcəksən. Deməli, şagirdin nəyə diqqət etməli olduğunu mütləq vurğulayırıq, şagirdə istiqamət veririk. Üçüncü səviyyəyə diqqət yetirək. Üçüncü səviyyədə qeyd olunur ki, iki dəyişənli xətti tənliklər sistemini əvəz etmə üsulu ilə sərbəst həll edir. Deməli, üçüncü səviyyə bacarır, yəni tənliklər sistemini sərbəst həll edir. Şagirdə necə rəy verə bilərik ki, daha da inkişaf etsin? Daha mürəkkəb misallarda da eyni üsulu tətbiq etməyə çalış. Yəni, artıq şagird daha mürəkkəb misallar üzərində tətbiq edərək daha da inkişaf edəcək. Dördüncü səviyyəyə diqqət yetirək. Dördüncü səviyyədə qeyd olunur ki, iki dəyişənli xətti tənliklər sistemini əvəz etmə üsulu ilə həll edərkən əlverişli üsullardan istifadə edir. Dördüncü səviyyə artıq əlverişli üsullar seçərək düzgün həll edir. Necə bir rəy verə bilərik? Müxtəlif üsulları müqayisə etsən, biliyin daha da möhkəmlənəcək. Yəni, şagird artıq müxtəlif üsullardan da istifadə edərək misallara tətbiq edə bilər. Yəni, dördüncü səviyyə artıq tam şəkildə bacaran şagirdlərdir. Kimya fənni üzrə qiymətləndirmə meyarlarına əsasən 4 səviyyədə konstruktiv rəy verəcək. Birinci səviyyədə qeyd olunur ki, karbonat turşusu və onun duzlarına aid təcrübə və müşahidə apararaq nəticələrinə müvafiq reaksiyaların tənliklərini müəllimin köməkliyi ilə tərtib etməklə münasibət bildirir. Biz şagirdə konstruktiv rəy verərək şagirdin bu çətinliyinin aradan qaldırılmasında ona istiqamət verməliyik. Elə bir rəy verməliyik ki, bu çətinliyi aradan qalxsın. Nələrə diqqət yetirməli olduğunu bildirməliyik. Sən müəllimin köməkliyi ilə reaksiya tənliklərini yaza bilirsən, daha çox sadə nümunələrlə məşq etsən, sadə nümunələr üzərində tətbiq etsən, müstəqilliyin artacaq. Yəni, təbii ki, birinci səviyyə birdən-birə dördüncü səviyyədə formalaşa bilməz. Yəni, şagird addım-addım dördüncü səviyyəyə gəlib çıxa bilər. Yəni, sadədən başlayaraq çətinliklərini aradan qaldıra bilər. Yəni, sadə misallara, sadə nümunələrə baxaraq müstəqilliyini artıra bilər. İkinci səviyyəyə diqqət yetirək. Karbonat turşusu və onun duzlarına aid təcrübə və müşahidə apararaq nəticələrinə müvafiq reaksiyaların tənliklərini çətinliklə tərtib etməklə münasibət bildirir. Çətinlik çəksən də reaksiya tənliklərini özün yazmağa çalışırsan. Burada şagirdin öz fəaliyyətini görürük, amma çətinlik var. Əvvəlcə reagent və məhsulları düzgün seçməyə diqqət et və addım-addım irəlilə. Yəni, yenə də şagird düzgünlüyə diqqət yetirərək bu çətinliklərini aradan qaldıra bilər. Üçüncü səviyyəyə diqqət yetirək. Karbonat turşusu və onun duzlarına aid təcrübə və müşahidə apararaq nəticələrinə müvafiq reaksiyaların tənliklərini kiçik səhvlərlə tərtib etməklə münasibət bildirir. Tənlikləri əsasən düzgün qurursan, yalnız kiçik səhvlərin var. İndi şagird bu kiçik səhvlərini aradan qaldırmalıdır. Daha çox tarazlaşdırmaya və müşahidə ilə tənliyin uyğunluğuna fikir versən, bu kiçik səhvlərin aradan qalxa bilər. Və nəhayət dördüncü səviyyə tam şəkildə nail olan şagirdlərdir. Karbonat turşusu və onun duzlarına aid təcrübə və müşahidə apararaq nəticələrinə müvafiq reaksiyaların tənliklərini düzgün tərtib etməklə münasibət bildirir. Reaksiya tənliklərini dəqiq və düzgün yazırsan, dördüncü səviyyəyə də biz rəy verməliyikmi? Bəli, yəni şagird bundan da artıq necə inkişaf edə bilər? Daha da potensialını yüksək səviyyədə necə formalaşdıra bilər? Daha da inkişaf etmək üçün mövzunun tətbiqlərinə və xüsusi hallara diqqət yetirə bilərsən. Yəni, şagirdin bilik və bacarığını daha da təkmilləşməsi istiqamətində şagirdə rəy verirsiniz. Fizika fənni üzrə qiymətləndirmə meyarlarına əsasən 4 səviyyədə konstruktiv rəy verəcək. Birinci səviyyəyə diqqət yetirək. Elektrik tutumuna aid tarixi faktları çox çətinliklə təsvir edir. Deməli, elektrik tutumuna aid tarixi faktları təsvir etməkdə şagirdin çətinliyi var. Necə bir rəy verə bilərik? Faktları xatırlamağa çalışırsan, amma çətinlik çəkirsən, ən əsas məlumatları sadə cümlələrlə yazaraq daha yaxşı yadında saxlaya bilərsən.
daha yaxşı təsvir edə bilərsən. Deməli, şagird çətinliyini bu şəkildə aradan qaldıra bilər. İkinci səviyyəyə diqqət yetirək. Elektrik tutumuna aid tarixi faktları müəllimin köməkliyi ilə təsvir edir. Müəllimin köməkliyi ilə faktları təsvir edirsən, öz sözlərinlə ifadə etməyə çalışsan, daha müstəqil şəkildə təsvir edə bilərsən. Üçüncü səviyyəyə diqqət yetirək. Elektrik tutumuna aid tarixi faktları qismən düzgün təsvir edir. Faktları əsasən düzgün təsvir edirsən, amma bəzi natamamlıqlar var. Ardıcılığa diqqət etsən, cavabların tam olacaq. Dördüncü səviyyəyə diqqət yetirək. Elektrik tutumuna aid tarixi faktları düzgün təsvir edir. Dördüncü səviyyə tam şəkildə nail olan şagirdlərdir. Tarixi faktları düzgün və aydın təsvir edirsən. Əlavə olaraq faktların elmə təsirini də izah etməyə çalış. Yəni bu şəkildə şagird biliyini daha da dərinləşdirə bilər. Yəni şagirdin potensialı daha da yüksək səviyyədə formalaşa bilər. 4 səviyyə üzrə biz şagirdlərə istiqamət verici, inkişaf etdirici, konstruktiv rəy verməliyik.